Salam, axşamınız xeyir olsun. Necəsiz? Nə var, nə yox? Deməli, mənə nə maraqlıdır? Bu, bilirsiniz ki, İmişli daha çox mənim adımla yadda qaldı. Leyla Nəcəfquliyeva, haqsızlığa uğrayan müəllim. Və sizə bir şey deyim ki, şəklini qoymaq istəmirəm, amma adını çəkəcəm. Vahid müəllim, keçmiş təhsil şöbəmizdə işləyən və sizə onu deyim ki, mən o qədər də ciddiyə almırdım bəzi şeyləri. Son 3 ildə mənim gözüm açıldı. Nə üçün? Çünki mən artıq sosial şəbəkələrdə bəzi məlumatları oxuduqca və özüm də gözümün qabağında gördükcə, yaşadıqca bu dəfə Vahid müəllimin bir paylaşımı var idi. İnanın, nə deyirsə hamısı yanlışdır. O təhsilimizə həqiqətən də heç də yaxşı bir şey gətirməyib. Heç də uğurları yoxdur. Bizim təhsilimiz, yəni İmişlidə təhsil demək olar ki, yox olub. Ən çox da Vahid müəllimin burada əziyyəti var. Çox əziyyət çəkdi bizim təhsilimiz məhv olsun. Bəli, çünki mənim ətrafımda tanıdığım müəllimlər vardı, direktorlar vardı ki, onlar deyirdi ki, biz bura elə belə gəlməmişik, Vahid müəllim kömək edib. İmtahanlar zamanı onun bir katibəsi var imiş, o cavabları verilmiş. Sən direktor olmaq istəyirsənsə, ayrıca otağa aparırmış. Yəni, mənə nə maraqlıdır, Vahid müəllim, siz bir tarix müəllimi olaraq bu üzərinizdən niyə atırsınız ki, siz uşaq deyilsiniz. Yeri gələndə mən uşağam, mən ağılsızlıq eləmişəm, amma sizin bugün ağılsızlıq etməyiniz bu onu göstərir ki, demək, yaşın fərqi yoxdur və siz özünüzü bir daha sübut etdiniz ki, məhz elə bu açıqlamanızda göstərdiniz ki, bəli, mən çox şey göz yumuram. Siz deyirsiniz ki, mən yaxşı olduğum üçün məsələ məni gözdən salırlar. Demək ki, mən də yaxşı olduğum üçün siz mənim gözdən saldınız. Əmrimi siz yazdınız, verdiniz. Vahid müəllim, əmrimi siz yazıb verdiniz. Allah var, narahat olmayın. İnşallah bu haqq hesab Kərimin də gələcək üstünə. Kərimi də sirkələyəcəklər, Anarı da sirkələyəcəklər. Hər kəs sirkələnəcək. İmişlidə nə qədər ki, səhv adamlar varsa, hamısı sirkələnəcək. Və mən buradan Salih bəyə demək istəyirəm ki, Salih bəy, mən sizinlə üz-üzə gəlməmişəm. Amma sizin haqqınızda çox şeylər eşitmişəm ki, siz yardımsevər birisiniz. Vahid müəllimin indiyə qədər mən görməmişəm ki, kasıbların əlindən tuta. O ancaq mən sizə bir şey deyim ki, bir neçə dəfə mən eşitdim ki, Vahid müəllim digərlərinin yerində gözü olub və kimin yerində gözü olubsa, onu şərlə, böhtanla qaralayıb. Bəli, bu adlarını çəkmək istəmirəm kimlər olub, özləri yaxşı bilirlər. Mütləq kimsənin gözündə yeri olub. Hətta ki, mənim qulağıma çatmışdı ki, sizin yerinizdə də gözü var. Mən onun şəklini sizin yanınızda, ilk dəfə onun yanında, sizin yanınızda görəndə onu dedim ki, vəssalam, Salih müəllimin, Salih bəyin torbası da yaxın zamanda tikiləcək. Elə mən deyən oldu. Amma nə bilim, xeyirlisi. Yəni, Salih bəy, istəməzdim belə olsun. Çünki siz mənim yadımda xeyirxah bir insan kimi qalacaqsınız. Az-çox qazancınızı kasıblara, şəhidlərə, yetimlərə xərcləmisiniz. Yalan nə deyim, mənim tanışlarım olmayıb onların arasında. Amma eşitdiriblər. Hətta mənə dedilər ki, bəlkə sən Salih bəydən dəstək istəyəsən, çünki çətinlikdəsən. Mən dedim ki, yox, mən hələ o yaşda deyiləm ki, bugün gedib Salih bəyə mən ağız açım və sən mənə dəstək ol. Ona ehtiyacı olanlar çoxdur. Amma sizi də anlayıram. Xəbəriniz olsun ki, sizin torbanızı Vahid tikdi.